evlilikdən başqa heç bir şey ruha bu kamilliyi bəxş eləyə bilmir. Evlilik insan ruhunu tərbiyələndirir. Evlilik insan ruhuna bir növ kamillik bəxş edir. Elə bir kamillikdir ki, evlilikdən başqa heç bir şey ruha bu kamilliyi bəxş eləyə bilmir. Necə? Məsələn, bir qadın ya bir kişi bir ömür yaşayır, amma subay. Müxtəlif ibadətlər, itaətlər, Allaha bəndəçilik, bir ömür ibadətə rəğmən evlənmədiklərinə görə onların ruhunda bir növ boşluq olur. O boşluq subaylığın fəsadıdır, belə deyək. Evli olmamağın boşluğudur. Ki, evliliyin vasitəsilə insan ruhunda bir növ kamillik yaranır. Fəqət bunu evlilik, ailə insan ruhuna ötürə bilir. Rivayətlərdə oxuyuruq ki, evlilik vasitəsilə insan dininin, imanının yarısını qorumuş olur.